Plan üzrə əvvəldən elan olunmuş rayonlar qüvvədə qalır. 2026-cı ildə Təzəpir məscidinin ətrafı, Bayıl şəhər adlandırılan ərazilər, keçmiş Sovetski ərazisində yerləşən və artıq sökülmüş binaların qalıqlarını əhatə edən sahələr söküntü prosesinə cəlb olunacaq. Globalnet xəbər verir ki, bunu Baku.vs açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin AQC sədri Vüqar Oruç bildirib. Onun sözlərinə görə həmçinin yeni tikiləcək metro stansiyalarının ətrafı və tramvay xətlərinin keçəcəyi küçələr də bu prosesə daxil ediləcək. Xüsusilə Ceyhun Hacıbəyli küçəsi və bir saylı xəstəxananın ətrafı, o cümlədən Salman Mümtaz, Xanlar Ələkbərov, Qambay Vəzirov, Yusif Qasımov, Rıza Quliyev, Nabat Aşurbayeva, Çingiz Mustafayev və Mirzağa Əliyev küçələrinin 2026-cı ildə və sonraki illərdə mərhələli şəkildə söküntüyə məruz qalacağı gözlənilir. Nərimanov rayonunda isə Montin və Keşlə bazarı ətrafı ərazilər bu prosesə cəlb olunacaq.